Salam, hər vaxtınız xeyir. Bu gün biz baxacağımız sualları ətraflı şəkildə təhlil edəcəyik. Birinci sualda gözəyarı planlamada hansı ləvazimatlardan istifadə olunur? Gözəyarı planlama ilə yanaşı dəqiq planlama da mövcuddur. Dəqiq planlamada bussol, teodolit kimi cihazlardan istifadə edirik. Amma gözəyarı planlamada kompas, çöl pərcarı, menzula, ruletka, vizir xəttkeşi, planşet, nivelir kimi cihazlardan istifadə olunacaqdır. Birincidə A bəndində göstərilir ki, kompas, bəli, gözəyarı planlamada istifadə olunur. Çöl pərcarı, bəli, o da gözəyarı planlamada istifadə olunur. Menzula da gözəyarı planlamada istifadə olunur. Amma burada hiqrometr görürsünüz. Hiqrometr rütubəti ölçən cihazdır və planlamada istifadə olunur. Ona görə A bəndi olmayacaq. B bəndinə diqqət etirsək, nivelir, bəli, nivelir gözəyarı planlamada istifadə olunur. Hiqrometr dedik, rütubəti ölçən cihazdır, planlamada istifadə olunur. Teodolit və bussol demişik. Bu cihazlar dəqiq planlamadadır, olmaz. Qnonon günəş saatıdır. Günəş saatı da planlamada ehtiyac yoxdur. C bəndində ruletka, bəli, gözəyarı planlamada, menzula da, planşet də, amma termometr temperaturu təyin edən cihazdır və termometrdən biz planlamada istifadə etmirik. D-də bussol, teodolit. Bussol və teodolit dəqiq planlamada istifadə olunur. Nivelir, bəli, gözəyarı planlamadadır. Barometr isə təzyiqi ölçür. Təzyiq bizə planlamada lazım deyil. Ona görə D bəndi də deyil. Və burada bir dənə qaldı Y bəndi. Y bəndində planşet, vizir xəttkeşi, kompas, ruletka, bunlar gözəyarı planlamada istifadə olunur. Bunlardan əlavə nivelir də, menzula da, çöl pərcarı da istifadə olunacaqdır gözəyarı planlamada. İkinci sualda miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektlər. Şərti işarələr 3 qrupa bölünür adətən. Bura kontrollu şərti işarələr, xətti şərti işarələr və miqyassız şərti işarələr daxildir. Kontrollu şərti işarələrə biz sahəvi şərti işarələr də deyirik. Niyə sahəvi deyirik? Çünki müəyyən bir sahəyə malik olurlar. Xətti şərti işarələr isə müəyyən bir xəttə malik olurlar. Məsələn, çay kimi, yol kimi, dəmir yolu kimi işarələr xətti şərti işarələrdir. Miqyassız şərti işarələr isə xətti olmur. Eyni zamanda kiçik ölçü olurlar deyə müəyyən bir sahəsi olmur o qədər də. O səbəbdən biz burada kiçik obyektlər axtaracağıq. Məsələn, fabrik A bəndində. Bəli, fabrikdir, zavoddur. Bunlar kiçik obyektlərdir və xətti deyirlər, xətt formasında deyirlər. Eyni zamanda çox da böyük sahələri olmadığı üçün kontrolda da olmayacaq. Amma bataqlıqla çəmənə baxsaq, böyük bataqlıqlar, çəmənliklər müəyyən bir sahəyə malik olur. Sahəyə malikdirsə, deməli bu ikisi olacaq kontrolu. Bizdən isə yalnız miqyaslı soruşur. Ona görə A bəndi deyil. B bəndi su quyusu bəli çox kiçikdir, elektrik stansiyası da kiçikdir. Bunlar miqyassız olacaq. Bağ və çəmən, böyük bağlar, çəmən, bunlar artıq müəyyən bir sahəyə malik olduğu üçün kontrol olacaq. B bəndi də düzgün deyil. C-də çəmən, bataqlıq, meşə, bağ. Bax, bunların dördü də kontrolludur. Çünki çəmənlik ərazilər də, bataqlıq da, meşə, bağ, bunlar müəyyən bir sahəyə malik olduğu üçün kontrollu şərti işarədir. D bəndində bağ. Bağ dedik ki, müəyyən bir sahəyə malikdir, kontrolludur. Məktəb bəli, miqyassız olar. Meşə və çəmən isə müəyyən sahəyə malik olduğu üçün hesab olunacaq kontrolu. Və davam eləyək Y bəndi ilə. Y bəndində fabrik kiçikdir, dəyirman da kiçikdir, su quyusu və bulaq. Bunlar kiçikdir, müəyyən bir belə deyim, sahəyə düşmür planda. O səbəbdən miqyassız şərti işarəsidir. Yəni miqyasa düşməyən şərti işarələr kiçik obyektlərdir. Üçüncüyə baxırıq, qütb ətrafı ərazilərin məşhur tədqiqatçıları. Davam eləsək, burada A bəndində Robert Piri şimal qütbündə olub, A-da birincini götürə bilərik. Roald Amundsen cənub qütbündə də olub, şimal qütbü ətrafında da olub və Alexander Humboldt. Bu Alexander Humboldt'u Amerikanın ikinci Kolumbu adlandırırlar. Bu Alexander Humboldt ancaq olub Cənubi Amerikadadır. Cənubi Amerikada qütb ətrafı ərazi deyil. Ona görə A bəndi də olmayacaq. B bəndinə baxırıq. Fatih Bellingshausen Antarktida ətrafında olub. Antarktida ətrafı da qütb ətrafı ərazi hesab olunur. David Livingstone Afrikada olub. Afrikada olduğu Afrika qütb ətrafı ərazi deyil. Robert Scott bəli, Cənub qütbünü ikinci dəfə kəşf edən səyyah olduğu üçün olar. C-yə baxırıq. Roald Amundsen. Bəli, Roald Amundsen ilk dəfə gedib 1911-ci ilin dekabrında Cənub qütbünü kəşf edib olar. Hacı Zeynalabdin Şirvani. Hacı Zeynalabdin Şirvani Mərkəzi Asiyada, Hindistan, Ərəbistan, Afrikada olub. Bu bölgələrdə qütb ətrafı bölgələr deyil. James Cook da qütbə yaxınlaşmaq istəyib, amma gedib çata bilməyib Antarktidaya. C bəndi də olmayacaq. D-yə baxırıq. Roald Amundsen dedi, ilk dəfə Cənub qütbünü kəşf edib olar. Robert Scott ikinci dəfə Cənub qütbünü kəşf edib olar. Üçüncüdə Mikhail Lazarev də Antarktidanı kəşf edən səyyahlardan biridir. D bəndindəki səyyahların hamısı qütb ətrafı ərazilərin məşhur tədqiqatçılarıdır. E bəndində Roald Amundsen dedi ki, ilk dəfə Cənub qütbünü kəşf edib olar. Tasman əsasən Yeni Zelandiya, Avstraliya ətrafında olduğu üçün həmin bölgələr qütb ətrafı hesab olunmur. Afanasi Nikitin də Rusiya ilə Hindistan arasında olub və həmin ərazilər də hesab olunmur qütb ətrafı ərazilər. Ona görə E bəndi də olmayacaq. Burada doğru cavabımız D bəndidir. Dördüncü sualda böyük coğrafi kəşflər dövrünün səyyahları. Böyük coğrafi kəşflər dövrünün səyyahları əsasən 15-ci əsrin ikinci yarısından 17-ci əsrin ikinci yarısına qədər olan dövrləri əhatə edir. Bu da təxminən 1450-ci illərdən sonra və deməli 1650-ci illərə qədər olan dövrdəki səyyahlardır. Christopher Columb 1492-ci ildə Amerikanı kəşf etdiyi üçün böyük coğrafi kəşflər dövrünə düşür. Nəsrəddin Tusi orta əsrlər dövrünün səyyahıdır, 1200-cü illər. Olmaz. Vasco da Gama 1498-ci ildə 1500-cü illər arasında Hindistana dəniz yolunu kəşf edib. Bu da 1450-1650-ci illər arasında olduğu üçün bəli, böyük coğrafi kəşflər dövrü hesab olunacaq. David Livingstone 1860-cı illərdə Afrikada olub, oradakı coğrafi obyektlər kəşf edib. Bu da böyük coğrafi kəşflər dövrünə aid deyil.
B bəndində Humboldt, Alexander Humboldt 1799-1801-ci illərdə Cənubi Amerikada tədqiqatlar aparıb və biz dedik ki, böyük coğrafi kəşflər dövrü 1450-1650-ci illər arasında olub, amma Humboldt isə yəni 19-cu əsrdə 1801-ci ildə olub. Bu yeni dövrə düşür. Olmaz. Turk Heyerdahl hətta 2000-ci illərdə də yaşayıb, yeni dövrdür, olmaz. Fernand Magellan ilk dünya səyahəti 1519-1522-ci illər, bu da böyük coğrafi kəşflər dövrünə düşür. James Cook 1770-ci illər, bu dövr yeni dövr hesab olunacaq. Ona görə B bəndində olmayacaq. C bəndinə fikir versək, Christopher Columb bəli 1492-ci ildə Cənubi Amerikanı kəşf edib, böyük coğrafi kəşflər dövrüdür. Fernand Magellan da bəli 1519-1522, Vasco da Gama 1498-1500-cü illərdə deməli Hindistana dəniz yolu, Vespucci də Amerika Vespucci. Amerikanın həqiqətən də qitə olduğunu, yeni bir ərazi olduğunu sübut edən şəxsdir. Bu 4 səyyah Columb, Magellan, Gama və Vespucci hesab olunur böyük coğrafi kəşflər dövrünün səyyahları. D-də Columb və Magellan dedik, bəli, böyük coğrafi kəşflər dövrünün səyyahıdır. Roald Amundsen 1911-ci il, bu yeni dövrdür. Alexander Humboldt 1799-1801, bu da yeni dövrdür. D-də olmayacaq. E-də Marco Polo 1200-cü, 1300-cü illər olduğu üçün orta əsrlər dövrüdür. Fernand Magellan ilk dünya səyahəti, bəli, böyük coğrafi kəşflər dövrü. James Cook 3 dəfə dünya səyahət edib, amma bu yeni dövrə düşür 1700-cü illər. Robert Scott da 1912-ci ilin yanvarında Cənub qütbünə ikinci dəfə çatan səyyah olub. O səbəbdən deməli Robert Scott da burada hesab olunmur. Yəni qısası doğru cavab hesab olunacaq C bəndi. 5-ci suala baxırıq. İlkin coğrafi fikirlərin yarandığı ölkələr. Əzbər bilmiriksə əgər, nə etməliyik? Fikirləşməliyik ki, qədim dövlətlər hansılar olar? Burada məsələn A bəndində Yaponiyadır, İspaniyadır, qədim dövlətlər deyil. B-də Hindistan qədim ola bilər, amma Rusiya qədim deyil. Lap qədim dövlətləri nəzərdə tuturam. Məsələn 2000 il, 3000 il bundan əvvəl mövcud olan dövlətlər. C-də məsəl üçün Yunanistan və Misrə baxsaq, məsələn Misir piramidaları, Misirlilər məsələn min illərdir mövcuddur, Misir dövləti və Yunanistan haqqında da nə qədər fikirlər var. Onda deyə bilərik, hə, Yunanistan və Misir qədim dövlətlər olduğu üçün, ilkin coğrafi fikirlərdə, həmçinin yəni elm mədəniyyət mərkəzləri də olduğu üçün bu ərazi C Yunanistan və Misirdə ilkin coğrafi fikirlər yaranmışdır. D-də Braziliya dövləti dövlət kimi formalaşıb, yəni qitə kəşf olunandan sonra, böyük coğrafi kəşflər dövründən sonra. Bu qədim dövlət deyil. E bəndi də Avstraliyada kəşf edilib təxminən 1700-cü illərdə. Bu da qədim dövlət deyil.